Salam, hörmətli izləyicilər. Dövlət qulluğuna aid sualların izahına davam edirik. 76-cı sualı qısa video kimi çəkmişdik. İndi 77-dən başlayaq. Yaxın mənalı sözlərin iştirakı ilə yaranan mürəkkəb isimlərdən ibarət variantı göstərin. Ümumiyyətlə, mürəkkəb sözlər, defislə yazılan mürəkkəb sözlər ya yaxın mənalı sözlərin birləşməsinə əmələ gəlir, ya əks mənalı sözlərin birləşməsinə əmələ gəlir, ya da biri ayrılıqda işlənə bilməyən sözlərin birləşməsi ilə əmələ gəlir və yaxud eyni sözün təkrarı ilə əmələ gəlir. Bizdə buradan biz fikir verək ki, birinci növbədə nə soruşulur? İsim sözünə fikir verməliyik. Çünki elə yaxın mənalı sözlər ola bilər ki, burada mürəkkəb sözlər, həmin söz isim olmaz. Mütləq burada isim yazılıbsa isim, həm də mürəkkəb və yaxın mənalı olsun. Bir bəndlərə baxaq. Y bəndindən başlayaq. Gecə-gündüz. Artıq gecə-gündüz gördüksə bu bəndi seçə bilmərik. Çünki bu əks mənalı sözdür. Sağ-salamat, söz-söhbət ikisi də yaxın mənalıdır. Lakin sağ-salamat sifətdir. Gecə-gündüz də antonim, yəni əks mənalıdır. Bir dənə söz-söhbətdir. Ona görə də bu cavabı çıxırıq. D bəndi. Qonum-qonşu, dost-düşmən, dava-dərman. Burada da dost-düşmən əks mənalıdır. Dava-dərman uyğundur. Qonum-qonşu da bayaq dediyim kimi biri ayrılıqda işlənə bilməyən söz var burada. Qonum sözü yoxdur. Ona görə D bəndində çıxırıq. C bəndi. Uşaq-muşaq, yan-yürə, adam-madam. Yenə bayaq qeyd etdiyim kimi tərəflərindən bir ayrılıqda işlənə bilməyən sözlər var burada. Yaxın mənalı sözlər yoxdur. Ona görə C-ni də çıxırıq. B bəndi. Daş-qaş, bacı-qardaş, dərə-təpə. İlk baxışdan bu bənzəyirdi. Lakin dərə-təpə deyəndə bu da əks mənalı sözlərdir. Ona görə B bəndini də çıxırıq. Və nəhayət A bəndi. Künc-bucaq, dost-tanış, qol-budaq, hər biri. Baxırıq. Künc-bucaq, dost-tanış, qol-budaq, hər biri isimdir və yaxın mənalı sözlərin birləşməsinə əmələ gəlmiş. Cavabımız oldu A bəndi. Keçək 78-ci suala. 78-ci sualda nə deyilir? Qılınc yarası sağalar, söz yarası sağalmaz. Və altına xətt çəkilmiş sözün hansı halda olduğu bizdən soruşulur. Ümumiyyətlə, istər böyüklərin olsun, istər şagirdlərin olsun, ən çox səhv etdiyi məqam budur ki, söz, isim və yaxud isimləşmiş söz əgər şəkilçisi yoxdursa, onlar birbaşa adlı hal deyirlər. Amma yadımızda saxlamaq lazımdır ki, əgər sözdə şəkilçi yoxdursa, isimdə şəkilçi yoxdursa, bu üç halda ola bilər. Adlı hal, qeyri-müəyyən yiyəlik hal, qeyri-müəyyən təsirlik hal. Və biz onun qaydaları var ki, necə tapırıq qeyri-müəyyən təsirlik və yaxud yiyəlik halı? Özündən sonraki sözə mütləq baxmalıyıq və yaxud da onun şəkilçisini yerinə qoymalıyıq. Burada qılınc sözü özündən sonra mənsubiyə şəkilçilə söz tələb edibdirsə, onda olacaqdır daha doğrusu yiyəlik hal. Baxın, burada yazılıb yarası, sı burada mənsubiyə şəkilçisidir. Qılınc yarası, qılıncın yarası. Hansı hal olduğunda qeyri-müəyyən yiyəlik hal. Cavabımız oldu Y bəndi. 79-cu sual. Cümlələrdən birində mürəkkəb ad işlənməmişdir. Burada da yenə istər böyüklərin, istər uşaqların səhv etdiyi məqam budur ki, mürəkkəb ad dedikdə onlar mürəkkəb söz görən kimi həmin cavabı götürürlər. Mürəkkəb ad və mürəkkəb söz fərqlidir. Mürəkkəb söz iki və daha artıq sözün birləşməsindən yaranır. Ya daha çox defislə və bitişik yazılır, az hallarda ayrı yazılır. Amma mürəkkəb adlar həmişə ayrı yazılır və söz birləşmələrindən ibarət olur. İndi biz burada bir baxaq, görək mürəkkəb ad hansıdır. Onu da qeyd edim ki, mürəkkəb adların bir sıra növləri olur. Məsələn, dövlət adları, dövlət təşkilatlarının adları, ad, soyadlar, ləqəblər, nisbələr, yəni birlikdə. Sonra müharibə adları, müqavilə adları, sülalə adları, bayram və hüzn adları, sonra orden, medal, nişan, kitab, dəftər, yer adları mürəkkəb adlar hesab olunur.
Göy cisimli adlar da həmçinin. Yenə də burada biz Y bəndinə başlayaq. Şirvan düzü qızıl lalələrlə örtülmüşdü. Burada var Şirvan düz, baxın yer adıdır. İki söz birləşməsindən yaranıb. Ona görə bu bənddə mürəkkəb ad var. Bizdə lazımdır ki, işlənməsin. D bəndi Nizami Gəncəvi 12-ci əsrdə yaşamışdı. Təbii ki, Nizami Gəncəvi ad soyadı var. Və yaxud nisbə, Gəncəvi əsli nisbədir. Ləqəb də olsa, nisbə də olsa yenə də götürürük. Burada da yenə mürəkkəb adı var. C bəndi. Novruz bayramı milli bayramımızdır. Novruz bayramı, bayram adları, hüzün günləri hər biri mürəkkəb ad yaradır. Bu da mürəkkəb addır. B bəndi. Alimlər Mars planetində bitki örtüyü olmasını ehtimal etdilər. Burada da göy cisimlər, əsasən də planetlərin adları olur mürəkkəb ad. Ona görə burada da yoxdur. Daha doğrusu var, bizə olmayan lazımdır. Biraz buranı səliqəyə saldıq və keçək A bəndinə. Demək, heç bir bənddə gördük ki, daha doğrusu hər bir bənddə mürəkkəb ad işlənmişdir. A bəndi günlərin bir günü Koroğlu qırata minib yola çıxmışdır. Burada görürük ki, yəni böyük hərflə yazılan bir Koroğlu var, bir qırat var. Amma bu birincisi söz birləşməsi deyil. Koroğlu qıratı deyil. Koroğlunun qıratı, yəni söz birləşməsi deyil ümumiyyətlə, bu belə. İkincisi isə bu sözü bəzən nəyə görə götürürlər? Səhv edərək. Bu mürəkkəb sözdür. Koroğlu sözü ayrıca bir mürəkkəb sözdür. Qırat sözü də mürəkkəb sözdür. Amma ayrı-ayrı sözlər olduğu üçün burada mürəkkəb ad yoxdur. Cavabımız oldu A bəndi. Keçək 80-cı suala. Nümunədə verilmiş isimlər üçün ortaq cəhət hansıdır? Bu bir həqiqətdir, deyildir xəyal. Burada iki isim var, həqiqət, bir də xəyal. Xəyal və həqiqət sözləri haqqında ortaq cəhəti tapaq. Sadə isimlərdir. Xəyal, həqiqət, düzdür. Bu bir. Yəni bunlar leksi şəkilçisi yoxdur. Mübtəda vəzifəsində işlənir. Bu bir həqiqətdir. Nədir? Xəbər var burada. Bu ola bilməz. Ümumi isimlərdir. Bəli, yəni heç birisi xüsusi isim deyil. 1, 3. İkinci dərəcə cümlə üzvləridir. Bu da səhvdir. Çünki bu bir həqiqətdir. Həqiqətdir, xəbərdir. Deyildir xəyal. Nə deyildir? Xəyal. Burada da olacaq xəyal deyil, birlikdə olacaqdır xəbər. Yəni ikinci dərəcə üzv yoxdur. Sonra mücərrəd isimlərdir. Xəyal, həqiqət. Bu doğrudur. 5. Bir də baxaq 6-cısına. Xəbərli şəkilçisi qəbul edib. Xəbərli şəkilçisi var, düzdür, həqiqətdir. Amma xəyal sözündə yoxdur. Ona görə də bu cavabda ortaq fikir yoxdur. Cavabımız oldu. Nə? Neçə? 1, 3, 5. Keçək digər suala. Digər sual üçün buranı təmizləyək. 81-ci sual. Bu axırıncı görüşünüz olsun cümləsindəki isim haqqında düzgün fikri müəyyən edin. Burada isim hansıdır? Görüşünüz. Görüşümüz sözü A bəndi mənsubiyyət və hal şəkilçisi qəbul edib. Görüşümüz. Mənsubiyyət var, lakin hal yoxdur. Ona görə A bəndini çıxırıq. Düzgün fikirdir. Mənsubiyyət şəkilçisi sadə sözdür. Mənsubiyyət şəkilçisi var, amma sadə deyil. Görmək, görüşmək düzəltmədir. C bəndinə baxaq. Mənsubiyyət şəkilçisi qəbul edən və feildən düzələn isimdir. Mənsubiyyət şəkilçisi qəbul edib görüşümüz və feildən düzələn isimdir. Görməkdən görüş düzəl. Bu doğru fikirdir. Cavabımız olur C bəndi. Sonra Y halda işlənib görüşümüz olsun. Yox, burada Y halda işlənməyib və Y bəndi mübtəda vəzifəsində işlənib. Bu da doğru deyil. Cavabımız oldu C bəndi. Yazı ilə yazmıram, çünki sual görünməyəcək. 82-ci sonuncu suala baxaq. Düzəltmə isimlərin işləndiyi cərgəni müəyyən edin. Burada da biz baxsaq, bütün sözlər əslində bəndlərdə düzəltmə sözlərdir. Lakin bizə nə lazımdır? Düzəltmə isimlər, isim, yəni diqqətli olmaq lazımdır. Əslində düzgün yazmağa ən birinci səbəb odur ki, diqqətli olmalıyıq. Ən birinci
qaydası budur ki, daha doğrusu diqqətli olmalıyıq. A bəndi evdar, alınma, hüdudsuz. Bu evdar sözü ümumiyyətlə hər bir söz burada sifətdir. Evdar, alınma, hüdudsuz sifətdir. Sonra hönkürtü, hənirti, hərdən bir. Burada hərdən bir sözü mürəkkəbdir və isim deyil. Süpürgə, alabəzək, döngə, alabəzək. Necə alabəzək? Bu həm alabəzək mürəkkəbdir, həm də necə sifətdir. Sonra vurma, sevgi, sevimli. Burada da sevimli sözü sifətdir. Necə sevimli. Və həm də ki sadədir. Əyləncə, qorxu, sancaq. Əyləncə sözü. Əylənmək, əyləncə isim. Qorxmaq, qorxu isim, düzəltmə isim. Sancmaqdan da sancaq ismi düzəlmişdi. Deməli, 82-də də cavabımız oldu Y bəndi.